بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين الحمد لله رب العالمين والعاقبة للمتقين الصلاة والسلام على رسول الله الأمين وعلى آله الطاهرين لا سيما بقية الله في الأراضين روحي وأرواح العالمين لمقدم ترابه الفداء ولعنة الله على أعدائهم أعداء الله إلى لقاء الله أما بعد اللهم وفقنا لما تحب وترضى. Allahın lütfü ilə İslam tarixində 33-cü dərsimizdə İmam Baqir əleyhissalatu vəssalamın mübarək və müqəddəs həyatının qısa və müxtəsər tarixi ilə tanış olacaq. İmam Baqir əleyhissalamın İmam Səccad əleyhissalamın övladıdır. Rəcəb ayının birində Hicrinin 57-ci ilində dünyaya göz açmış və Zilhiccə ayının 7-si Hicrinin 114-cü ilində zəmanəsinin xəlifəsi tərəfindən zəhərlənmə vasitəsilə şəhadətə çatmış. Mübarək qəbri Mədinənin Bəqi qəbirstanlığındadır. Öz atasının qəbrinin yanında və Kərbəla Aşura faciəsində təxminən 3-4 yaşında iştirak edib, Küfə və Şam əsarətində iştirak edib və Həzrət İmam Səccad əleyhissalamın şəhadəti ilə imamlığa çatır və 39 il təxminən imamlıq dövrü olur. 39 il. İmam Baqir əleyhissalamın məsələsi hətta Əhl-i Sünnət kitablarında da var. 12 İmam hədisində Abdullah Ənsari nəql edir İslam Peyğəmbərindən rivayəti və İslam Peyğəmbəri 12 dənə imamın adlarını bir-biri ona deyəndə ki, məndən sonra bunlardır. Buyur, 5-cisinə çatanda deyir ki, bu Muhammed ibn Ali'dir, Baqir ulumun ənbiyadır, mənim salamı ona çatdırarsınız. Peyğəmbərlərin bütün elmlərinin açarı bundadır. Və mənim salamı sən onu görəcəksən, mənim salamı ona çatdıracaq. Və tarixlərdə hamısında var, hətta Əhl-i Sünnət mənbələrində var ki, bu səhabə İmam Baqir əleyhissalam görür, dərk edir, bizim kitablarda da var. Və həmin İmam Peyğəmbər Əkrəmin salamını çatdırır və o hədisi orada da nəql edir Mədinədə, Məscid-ül Nəbidə. İmam Baqir əleyhissalam ki, məlum oldu ki, ləqəblərindən bir də məşhur Baqir. Baqir yəni elmləri açan, Peyğəmbərlərin elmlərini açan. Bəni Üməyyənin xilafətlərinin sonunda çox zəifləmişdilər. Yəni, hesab kitablarını bitirmişdilər onlar. Və İmam bu fürsətdən istifadə edib, ətrafına tələbələr toplayır və İslam elmlərini, insani elmləri, hətta məsələn ki, indi bölüblər, dünyavi elmlər, mən nə bilim, ilahi elmlər, əslində bir dəndir, insani elm, fərqi yoxdur. O birlər bölümü, humanitar, mən nə bilim, bunların heç bir şey yoxdur. İnsana lazım olan elm, hamısını İmam Baqir əleyhissalam yəni İslamda aşkar bir hovzəni İmam Baqir əleyhissalam açır. Və bütün elmlərin əslinin necə var, ümmətə çatdırır. Hətta tarix kitablarında var ki, zamanəsinin böyük alimlərindən olan Həkəm bin Uteybə ki, məşhur idi öz zamanəsində elmi ilə, İmam Baqir əleyhissalamla ki, bunun mübahisəsi olur, gəlir İmam Baqir əleyhissalamın məclisinə
İmam Baqir əleyhissalamın elminə heyran olandan sonra deyir, uşaq necə ayaq dizi üstə oturar, ustad yanında yaşlı olmasına baxmayaraq İmam Baqir əleyhissalatu vesselamın yanında o formada əyləşir və dərs alır. Hətta əhl-i sünnətin bir çox alimləri, onlar da İmam Baqir əleyhissalamın tələbələri olublar. Və burada bir cümlə deyim. Əgər bir nəfər istəyir ki, təyin eləsin hansı məzhəbi haqdır, hansı məzhəb batil, fəqət bunu bir dənə bilsə və əqli varsa, əqlində işləsə ona kifayətdir. O da nədir? Bizdən başqa məzhəblərin, böyüklərin, xəlifələrin hamısının alimləri xüsusilə ustadları olub. Yəni filan kesin ustadı filan, 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 filan. 5 dənə, 10 dənə ustad. Amma yeganə bizim məzhəbdir ki, Əhl-i Beyt əleyhissalamın adını olan məzhəbə bir şiə məzhəbidir ki, bizim imamların heç birinə, hətta o qədər bunların yadında olmayıb o zaman, belə ki, uydursunlar, bizim imamlarımız üçün bir dənə ustad zikr olunmayıb. Bəli, imamlarımız biri, məsələn, övlad atasından dərs al, elmini al, o ayrı. Amma qıraq bir şəxslərdən alsın, bir dənə, bircə dənə sənəd yoxlarıdır. Bəs bu məlum olur ki, bu silsilə ilahi bir silsilədir və bu məzhəbin haqliyinin bariz nümunəsidir. O biri məzhəblər batilliyinin bariz nümunəsi budur ki, alim dedikləri ustadları olub, heç onların əksəriyyəti hamısı zamanəsində Əhl-i Beyt əleyhissalam qapısında diz çöküb dərs oxuyublar. İndi məsələ də məlum olur ki, həqiqi ustadı buraxıb, adi tələbə dalıcan gedənlərin işin olacaq, ona Allah fəqət verir. Bu, əgər bir adam istəsə haqq məzhəblə batilə ayırsın, ağlı olan kesin bundan gözəl dəlil, aşkar, çox çətindir. İmam Baqir əleyhissalamın əxlaqına gəldikdə, İmam Baqir əleyhissalamın həyatında buyururdu ki, əgər onun əlinin altında hər kəs işləyərdirsə, onlara əmir verərdirsə, üstlərində də nəzarətçi özü olurdu. Əgər işləri başarmadısa, o işdə onlara kömək edirdi. İmam əziyyət vermək üçün kiməsə heç vaxt iş buyurmazdı. Və imam həmişə özünün o xidmətçiləri ilə bir yerdə oturub yemək yeyərdi. Öz məntəqəsinin yoxsulları ilə bir yerdə yemək yeyərdi. Onlara kömək edərdi və elə axır. Və əcib məsəldə bu məsələndə deyim ki, və bu bizim hamımıza aiddir. İmam Baqir əleyhissalamdan çoxlu rivayətlər var. Şiəçilik, Əhl-i Beyt əleyhissalama şiə olmaq, o rivayətləri yığıb baxsaz, onlardan bir hissəsi də bu məzmundadır. Hətta əcib də Əli əleyhissalamda da bu məzmunlu rivayətlər var, başqa imamlarımızda da var. Amma İmam Baqir əleyhissalamda bu məzmunlu rivayətlər biraz çoxluq təşkil edir. Ona görə öz barəmizdə müqayiət olaq. Buyurur, bizim şiələrimiz, bizim dostlarımız fəqət Allaha itaət edənlərdir. Allah sözünə oturub duranlardır. Allaha günah eləməyəndir. Allahı günah eləyən bizim düşmənimizdir. Yəni, İmam Baqir əleyhissalam həyatında, hətta buna Cabir-i Cöfe'nin məşhur rivayəti, hədis kitablarında baxın budur. Buyurur, Allaha itaət edən dostumuz, şiəmiz, Allaha bilərəkdən günah eləyən birbaşa deyir, aduvvuna, düşmənimizdir.
Allah and verir İzzət-i Cəlalına bizi həqiqətdə, vaqiyyətdə Əhl-i Beyt əleyhimussalamı dünya axirət şiə olmağı bu məqamı nəsib eləsin. Elhamdülillahi Rabbil aləmin. Sallallahu ala seyyidina Muhammed və Əhl-i Beyt-i Tahirin.